2026-cı il artıq həyatımıza qədəm qoyub və ilk günlərini yaşamaqdayıq. Razılaşaq ki, etiraf eləyək daha doğrusu ki, ilin əvvəlində, yəni il dəyişəndə adətən, ilin sonunda və yeni ilin başlanğıcında müxtəlif təqvimlər gündəmə gəlir. Xüsusilə də ulduz təqvimi gündəmə gəlir. Görəsən il hansı bir heyvanın, hansı canlının üzərində təhvil olunur, belə bir ifadə var, təhvil olunmaq. Və buna uyğun olaraq insanlar öz həyatlarını planlayırlar. Yəni, nə qədər bu batil inanclar deyirlər buna da, nə qədər buna inanmasaq da, hamımız bunun təsirinə məruz qalırıq. Ən azı ona görə ki, hər yerdə, məsələn, bu il deyilənə görə at ilidir, hər yerdə at oyuncaqları satılır, dekorlar satılır və s. Amma ilin sonu gələndə heç xatırlamırıq ki, bu il görəsən hansı il idi. Məsələn, həmin 2025-ci il yadındadır sənin hansı il idi? Mənim əlbəttə yanımda, çünki mən bilirəm ki, Azərbaycan xalqının əsas bayramı yeni ilin Novruz ilidir. Novruz yeni il, yeni gün deməkdir. Novruz təqvimini biz, bəli, həmin gündə qeyd edirik. Ancaq bilmirik ki, bu Zərdüşt təqvimidir. Bu təqvim 32 il qərinələrlə bölünür. Hansı il gəlir? Bax, bu Novruz bayramında belə bir yeni ilə giririk. Aha, ulaq ili gəlir və onun... Mən ulaq ilinlə heç razılaşa bilməm. At ili yenə yaxşı idi. At ili Çin təqvimi ilə gəlir. Yəni, Azərbaycanda bugün təəssüf ki, bax, bir var Avropalıların yeni ili, sonra bir tərəfdən Çinlilərin yeni ili. İndi sonra məlum olur ki, bizim öz dədə-baba Zərdüşt təqvimimiz var. Bunu da qeyd edirik, ancaq onun, belə deyək, kosmogonik detallarından bir xəbər. Mən indi istəyirəm bir balaca... Çünki bunu heç kim araşdırıb, yəni populyarlaşdırmır. Dünyada da məncə çox az tanınır Zərdüşt təqvimi, elə deyilmi? Dünyanın bir sayılı təqvimi də onun şəmsi təqvimidir. Nəyə görə bir sayılıdır? Nəyə görə bir sayılı hesab edirsiniz? Çünki günəşin kosmosdakı dinamik inkişafını, səyahətini bitdə-bitdə izləyir. Bu təqvim əsasında bir çox öncə görmələr verilir. Məsələn, Rusiyada bir sayılı Pavel Globa adlı astroloqu var. O həmişə Zərdüşt, özü Ahsorudur, mənşəcə çox yaxşı Zərdüşt təqvimini bilir. Bununla əlaqədar olaraq hər il astroloji proqnozlarını da yayınlayır. Bu ildə müəyyən sözləri olacaq. Mən istəyirəm biraz Pavel Globanı kölgədə qoyum bugün verilişimizdə. Bu astroloji təqvim insana seçim verir. Yəni, sən bir pozitivi seçirsənsə əgər və onun tövsiyələrinlə bu ili yaşayırsan, yaşamırsansa səni negativ bir versiyasına atır sanki. Digər təqvimlərdə belə bir seçim yoxdur. Belə demək fatalizm deyil. Belə çıxır ki, bax, bütün... İnsana seçim verirdi. Bütün təqvimlərdə bir fatalizm belədir. Ancaq yox, bizim təqvim daha demokratikdir, o seçim verir. Bax, bu da Azərbaycan astroloqlarının ilkin demokratizmi. Biz kosmosda da bir demokratik bir seçim veririk. Ağ-qara seçimi var. Azərbaycan xalqı bax, bunu bütün dünyaya sərgiləyib. Sənin çox fatalizmlə qaçaq, bu ildə qaçaq və özümüz seçək. Öz taleyimizi müəyyən qədər özümüz çəkib, bunun çox əhəmiyyəti var. Amma əhəmiyyət məsələ burasındadır ki, sən Azərbaycan təqvimi deyirsən, hələ ki bunu Azərbaycan təqvimi kimi brendləşdirən olmayıb, qəbul eləyən, mənimsəyən olmayıbdır. Bu elə Zərdüşt təqvimi kimi gedir bəzi mənbələrdə, o da kifayət qədər populyarlaşdırılmayıbdır. Yəni, ateşpərəstlərlə bağlı bir təqvimdir. Müxtəlif təqvimlər sən dediyin kimi daha populyardır indi. İndi bizi də Novruz bayramında görək, onda hansı təqvim olacaq? Çünki Novruz bayramı sən dediyin kimi Zərdüşt təqviminə əsaslanır. Hər ildə Novruzda da bax, belə bir mövzular gündəmə gəlir. Bir xalqın ki təqvimi var, o doğrudan da çox qədim və mədəni bir xalqdır. Bizim nədən təqvimimiz olmasın? Bir halda ki doğrudan da var. Və biz ona sahib çıxmalıyıq. Kimsə buna inana bilər, kimsə inana bilməz, kimsə, nə bilim, bunu elmi tərəfini araşdırar. Amma məncə bir atribut kimi həm də bir keçmişdən bugünə gəlib çatmış bir, nə bilim, mədəniyyətdir də bu da. İnsanlar oturublar, əsaslandırıblar, o günəşin, sən dediyin kimi, bütün hərəkətini, bütün fəzalarını hesablayırlar. Özü xatırladıram ki, bax, bu ulaq ili olub 1930-cu ildə, 62-ci ildə, bax, indi də
təkrarlanır. Bilirsən necədir? Bu ulduz falına nə qədər müasir insanlar skeptik yanaşsalar da, əslində kifayət qədər də belə inanırlar. Xüsusilə dünyanın məşhur aktyorları, onlar uğur qazanmaq üçün birinci öz adlarını dəyişirlər. Əlbəttə. Sonra ulduz falını dəyişirlər, doğum tarixini dəyişirlər. Yəni başqa bir bürcdən olurlar. Özləri sanki öz taleylərini yazmağa çalışırlar. Çünki doğrudan da inanırlar. İnanırlar ki, adlarını dəyişməklə, ulduz falını dəyişməklə həyatda artıq yaşamaqda olduğu hansı uğursuzluqları geridə qoyacaqlar və yeni bir yola çıxacaqlar. Hətta üz cizgilərini dəyişən aktyorlar da var. Bu artıq istisna deyil. Aktyor sənəti başlayır təxəllüsdən, ad dəyişmədən, ulduz falının dəyişməyindən, bu fatalizmə qarşı, bəli, ilkin bir taleyə qarşı üsyandır. Aktyor üsyankardır. Onun üsyanı təkcə daxilində başlayır, son səhnəyə sıçrayır və bunun hamısının çox gözəl dramaturgiyası var. Dinamika, bax bu hərəkət mexanizmi, süjet, bu aktyor üçün vacib xüsusiyyətlərlə eyni halda üz cizgiləri oynamalıdır, onun gözləri də danışır, amma üz sifəti də danışır, cizgiləri oynamır. dodaqları Məsələ da. burasındadır ki, estetik əməliyyatdan sonra məhz onların üzlərindəki emosional ifadələr dəyişir. Onlar o qədər də yaxşı ifadə eləyə bilmirlər öz həyəcanlarını, emosiyalarını, yaşantılarını. Yəni mən düşünürəm ki, sənət burada uduzur. Amma udan kimdir? Marketinq, marketoloqlar, estetik cərrahiyyəni biznesə çevirmiş qurumlar, dairələr. Bugün heç kimdən sir deyil ki, estetik cərrahlar kifayət qədər zəngin həyat tərzi keçirirlər. Çünki insanların bax bu zəif cəhəti, özünü korreksiya etmək, özünü redaktə etmək istəyi, hardasa bəlkə də bu şuuraltı bir istəkdir. Hardasa bu, bilirsən, naqislik kompleksindən irəli gəlir də. İnsan özünü naqis hesab eləyir. İnsan özündən narazıdır. İnsan taleyini də dəyişmək özünü istəyir. yaratmaq istəyir və bu başlayır aktyorlardan, aktrisalardan sonra kütləviləşir. Biz kütləvi əlbəttə. mədəniyyət dövründə yaşayırıq. Bu artıq elitalar itir, kütləvi mədəniyyət dövründə bütün elitarlıq itir. Bu özünü aktyor sənətində də həmin kosmetik əməliyyatlarda da göstərir. Əvvəllər kosmetik əməliyyatlar seçilmiş insanlar üçündür. Kimlər üçün? Cəsuslar üçün. Çünki bəli, cəsuslar sifətlərini dəyişir də bununla əlaqədar olaraq estetik əməliyyatlar bütün dünyada son zamana qədər Milli Təhlükəsizlik Xidmətinin nəzarətində idi. Türkiyənin məşhur Qurdlar Vadisi serialı var. Polad Ələmdarın 1971-ci ilə qədər olan şəkilləri yoxdur. Aha, nə üçün? Çünki deyilə görə o çox ciddi bir burun əməliyyatı keçirdi. Doğrudan da baxırsan filmə anlamaq olmur. Bu bir mafioz sujetin təbliğidir, yoxsa üz cizgilərini, xüsusən burunları. Bu film çəkiləndən sonra... Estetik əməliyyatların daha çox reklamıdır. Bəli. Ümumiyyətlə, müasir vizual sənətdə, seriallarda, filmlərdə, hətta verilişlərdə də bilirsən, hər hansı bir məhsulun gizli reklamı bu əslində yəni marketinqdə çox istifadə olunan bir fənddir. Product placement deyirlər, məhsulun yerləşdirilməsi. Yadına gəlirsə, Vysotskinin də oynadığı bir filmdə Görüş yerini dəyişmək olmaz. Dəyişmək olmaz filmində orada demək cinayət baş verir və əməliyyatçılar gəlirlər həmən cinayət baş verən yerə demək oranı araşdırırlar və görürlər ki, masanın üstündə kürdəmir şərabı var və götürür şərabı oxuyur. Bilmirəm, Sovet dövründə bu bəlkə də spontan olubdu, amma indi bu çox vacibdir. Məsələn, hər hansı bir seriala baxırsan, qəhrəmanlar oturublar məşhur bir restoranda. O restoranın mütləq adı 5-6 dəfə belə gözünün qabağında o yana bu yana gedir. Bəlkə də bu zəruridir, çünki onların da yəni qaynağı, maliyyə qaynağı məhz buradan gəlir. Məsələ ondadır ki, hərbi filmlərdə, yaxud casus filmlərdə, kriminal filmlərində tapanca, ölüm saçan silahların da reklamı gedir. Hansı tapancadan ateş açır. Bunlara da çox adam fikir verir. Bəli. Nəyə görə bax son zamanlar, bax bu casus filmləri olsun və yaxud dedektivlər, cinayətkarın istifadə etdiyi tapanca adətən uğursuz bir reklamdır. Bəli, ancaq hansı ilə qətlə yetirilir. O uğurlu
Silah bunlar subliminal mesajlardır. Lal reklamdır, ancaq bütün müasir sənət, hətta televerilişlər belə doğrudan da başdan ayağa reklam məzmunu daşıyır. Biz də reklam məzmunu daşıyırıq, biz mədəniyyəti reklam edirik, mədəni dəyərləri reklam edirik və bunu gizlətmirik. Bu gizli reklam deyil, bu tamamilə açıq reklamdır. Bugün çox cəsarətli estetik əməliyyatlar eləyən insanlar düşünürlərmi ki, bir ölkədən digər ölkəyə səyahət edəndə onlara problem yarana bilər. Məsəl üçün, pasport şəklində bir simadır, keçirsən gömrükdən, orada sənə deyirlər ki, bu sənsən, yoxsa sən deyilsən. Yəni, belə bir problemlər də yaşana bilər. Bəs nəyə görə biometrik pasportlar gündəmə çıxdı? Əsas məsələ gözünün, bəli, gözünün, xüsusən bax, mən eşitdim ki, bu yaxınlarda Rusiya vətəndaşlarının Federal Almaniya girişi yalnız və yalnız biometrik sənədlər əsasında olacaq. Biz də buna keçəcəyik. Artıq Azərbaycan da buna hazır olmaq üçün... Bəli, Azərbaycana çox böyük turizm axını müşahidə olunur. Əslində, bu çox yaxşı bir şeydir. Ölkəmizdə doğrudan da görməli yerlər çoxdur, göstərməli yerlər çoxdur. Bu, bizim ölkənin həm də reklamıdır. Amma necə biz bu ölkəmizi reklam edirik? Dəfələrlə olub ki, mən içəri şəhərdə gəzişəndə qulaq şahidi oluram, necə deyərlər. Rus dilində, ingilis dilində, yəni anladığım dillərdə, bəzi dillərdə isə bilmirəm nədən danışırlar. Qulaq şahidi oluram ki, o qədər cəfəng məlumatlar verirlər. Az qalıram deyən bir dəqiqə dayanın, Qız Qalası belə deyil. Şirvanşahlar tamam başqa bir məzmundadır. Bu tarixi faktlar, bilirsən Həmid, təkcə rəqəmlərdə, xronologiyada yanlışlıq deyil. Başlayırlar, məsəl üçün, birdən-birə tamamilə başqa bir məzmun verməyə bizim tarix abidələrə. Sən demə, burada filan hadisə olub, xüsusilə də Qız Qalasından bağlı. Xatırladıram ki, ilk belə bələdçilik kino sənətində Brilliant Əl filmdə, özü məhz Bakıda. Bakının başında bu çanaq, necə deyərlər, bu sujet, bu qondarma bələdçiliyi. Ancaq həmin filmdə necədir? Bax, necə sarkazm var o yalancı bələdçiliyə. Hələ o dövrdə məşhur Qaydar, rejissor hiss eləyib ki, Bakı buna necə geniş mövzu verir bu saxtakar tarixə, saxtakar bələdçilərə. Yuri Nikulin orada bələdçisiz qaldığına görə yıxılır, lənət şeytana deyərək, bu məşhur ünvanlar düzdür. Bugün bələdçilər həmin ünvanları ağız dolusu bir şəhərlərlə göstərir və yaxşı pul qazanırlar. Bayaqdan elə biz hər məhsulun gizli reklamından danışırdıq, amma dolayısıyla görürsən içəri şəhər necə reklam olunubsa, həmən o yer, aktyorun orada ayağının sürüşüb, yıxılması, qolunu sındırması yeri, indi demək, postsovet məkanından olan turistlər gəlib orada yerdə otururlar, sanki yıxılıblar, qolları qırılır. Fotosesiya eləyirlər. Bəli, fotosesiyalar eləyilir və həmən yerin adı da elə Çort Pabiri adlanır. Yəni lənət şeytana adlanır. Görürsən Həmid, balaca bir detal nə qədər tanıdır əslində. Ancaq mən burada istəyərdim... Pis tanıdır, yaxşı tanıdır. Mən də bələdçilik eləmək istəyərdim bu yerdə. İstəyirəm deyim ki, əslində həmin ünvan vaxtilə İosif Vissarionoviç Stalin mənzili tutub, yəni Qaydar da elə belə o ünvanı seçməyib. Həmin o çox yaxşı bir bax, əsl bələdçilik budur. Sən heç nə demir. Qaydar o filmdə heç nə demir. Demir ki, Stalin vaxtı ilə Bakıda ikən həmin ünvanda yaşayıb. Əksinə, həmin ünvanı qaçaq malçıların bir yığışma yeri kimi göstərir. Necə onlar o qızıl brilyantları güya oraya yığırlar. Ancaq subliminal mesaj orada. Doğrudan da insan və şuur altına vurur. Sənət də odur. Sənət ilk növbədə şuur altı vurmalıdır. Qaydarda şuur altı. Və ancaq bizim bələdçilər isə, müasir bələdçilər isə insanların şuuruna, yalancı informasiya ötürməklə məşğul. Mən indi bilmirəm, müvafiq nazirliklər həmin saxta bələdçilərə hardan bu lisenziyanı verir, bunlar necə orada... Mən buradan müvafiq qurumlara üst tuturam ki, bu sahədə kifayət qədər ciddi islahatlar lazımdır, ciddi redaktörlər lazımdır. Doğrudan da nabələd adamlara bələdçilik edən, elə özü də nabələd olan bələdçilər doğrudan da ölkənin imicinə zərbə. Kim bilir, o turistlər bir də nə zaman gələcəklər Azərbaycana, bəlkə heç təkrar gəlməyəcəklər, amma Azərbaycan haqqında onlarda yanlış təsəvvür formalaşdırmaq əslində ziyankarlıqdır da. Yəni, mən düşünürəm ki, bizim milli maraqlarımıza ziddir. Bu çox ciddi məsələdir. Düşünürlər ki, xarici dil bilirəm, ingilis dilini bilirəm, xarici qonağın qarşısında çıxıb
işləyib qazanımda misal üçün, amma elə deyil. Xarici dil ünsiyyətdə olmaq üçün vacib məqamdır. Bələdçinin istər xarici görünüşü, danışığı, bu ölkənin təqdimatı, ədət-ənənəsinin göstəricisi, mədəniyyəti, irsi, bunu hamısı necə göstərəcəksə, necə təqdim eləyəcəksə, xarici qonaq elə də yadda saxlayacaq. Qonaqlar gəlir, istəyir Hindistanlı, istəyir Amerikanlı, istəyir Avropalı, Afrikalı. 50 dənə xüsusiyyət var. Bu insanın öhdəliyi qarşıdakı qonağı qarşılayıb, öz ölkəmizlə, mədəni irsi ilə tanış eləyib, nazı ilə də oynayıb lazım olan məqamda, turu da aparıb, onu məmnun yola salmaq. Oh, this is the real East. The similar thing I have seen only in India. Yes. Bir gözəl Very abidəni good. mən yalnız This is Hindistanda the tomb. It görmüşəm. was built at the command of the Shirvanshah Halilullah I for his mother Bu and son in the Şirvanşahlar 15th Sarayının century. məqbərəsidir. Sultan Xəlilullah bunu anası və oğlu üçün 1435-ci ildə This is tikdirib. the mosque of the Bu palace. isə Şirvanşahlar Sarayının məscididir. Photo for my collections. Məsəl üçün, force major hallar ola bilər, hər hansısa kömək lazım ola bilər xarici qonağa, ya da ki, tur yönəmində getdiyi zaman hər hansısa dəyişiklik ola bilər. Yəni, bələdçi bunu hər şey bacarmalıdır. Biz assosiasiya olaraq missiyalarımızın və ən öndə olanı bələdçilərin yetişdirilməsidir. İstər ingilis dilində və başqa dillərində olaraq dil faktorunu biz xarici dil öyrənmirik, bələdçiliyi öyrənirik. Məktub da ünvanlamışıq, yəni ki, Dövlət Turizm Agentliyinə. Onlar da öz növbəsində bu məsələyə ciddi ilə yanaşırlar ki, sırf lisenziyası olan, yəni sertifikasiyası olan bələdçilər çalışa bilsinlər və burada nəinki məsələ misal üçün Azərbaycan bələdçilərindən gedir və xaricdən gələn bələdçilər də var ki, onlar yalnız misal üçün öz Azərbaycanlı bələdçi, yəni yanında olarkən tura apara bilsinlər. Biz bu marağındayıq. Bunun strukturu inşallah yaxın gələcəkdə tam oturarkən təbii ki, yalnız sertifikasiyalı bələdçilərə yönəm veriləcək. Daha bir bu mövzuda buna bənzər belə deyək də, dolayısıyla müxtəlif insanların, müxtəlif dünya görüşündə, müxtəlif inanclarda olan insanların birgə yaşayışına həsr olunmuş Harmoniya filmi çəkilib bu yaxınlarda. Bir müddət əvvəl onun təqdimatı da oldu. Müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgə yaşayış və tolerantlıq ənənələrinə həsr olunmuşdu bu film. Üç rəfiqə, müxtəlif dini baxışlara mənsub olan üç rəfiqənin münasibətləridir. Və çox böyük təmtənə ilə keçdi onun təqdimatı. Çünki Azərbaycanda yaşayan səfirliklərin nümayəndələri, müxtəlif milli mənsubiyyəti fərqli olan insanların orada iştirakı var idi. Müxtəlif din nümayəndələri, Bəli. xaricdən gəlmiş qonaqlar, biz burada görürdük ki, pravoslav keşişləri də var idi. Burada Yahudi rabbinləri də, bir də görürdük ki, müsəlman mollaları ilə bir sıranı bölüşürlər. Təriqət üzvləri var, burada bəhailər var idi və yaxud digər, yəni dini azlıqların nümayəndələri. Azərbaycan ilk növbədə göstərir ki, dini konfessiyalar azlıq deyil, bu dəyərdir. Yeri gəlmişkən mən qeyd eləmək istəyirəm ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki mənəvi dəyərlərin təbliği fondu Baku Media Mərkəzinin birgə istehsalıdır. Daha doğrusu onların sifarişi ilə Baku Media Mərkəzi bu filmi ərsəyə gətiribdir və filmin baş prodüseri hörmətli Arzu xanım Əliyevadır, prodüseri Orman Əliyevdir, quruluşçu rejissoru Fuad Məmmədzadə və ssenari müəllifləri yenə də Fuad Məmmədzadə və Ramil Ələkbərovdur. Quruluşçu operator Ziya Babayev və bəstəkarı Hafiz İbrahimlidir. Bax, belə bir komandanın, peşəkar komandanın yaradıcı heyətin zəhməti nəticəsində çox maraqlı bir ekran əsəri ərsəyə gəlib. Harmoniya sənədli filmi Azərbaycanda əsrlər boyu formalaşmış tolerantlıq və multikulturalizm ənənələrini özündə əks etdirir. Fərqli dinlərə mənsub insanların eyni cəmiyyətdə sülh, qarşılıqlı hörmət və etimad şəraitində yaşaması
Filmdə real həyat hekayələri vasitəsilə təqdim olunur. Üç rəfiqənin gündəlik həyatı, ailə münasibətləri və dostluğu fonunda ölkəmizdə mövcud olan dinlərarası harmoniyanın dərin köklərə söykəndiyi aydın şəkildə nümayiş etdirilir. Harmoniya filminin əsas qəhrəmanları Cəmilə xanım, Nigar xanım və Səfiyə xanım, onlar real həyatdan seçilmiş bir qəhrəmanlardır. Yəni onlar aktyor deyillər. Və biz onları tanıdıq və açığı həmin xanımları filmə çəkilməyə razı salmaq bir qədər vaxt aldı. Çünki biz onların belə deyək də həyatının bir parçasına çevrilmişdik bu bir ilə yaxın müddətdə. Və əsas məqsədimiz nədir filmdə? Azərbaycan üçün həqiqi olan bir reallığı göstərmək. Filmi çəkməkdə əsas məqsədlərimizdən də biri odur ki, filmi müxtəlif dünya səviyyəli festivallara göndərək və filmin festival ömrü hardasa 2 ilə yaxındır, 24 aydır və biz bu növbəti il ərzində filmi müxtəlif festivallara göndərəcəyik və çalışacağıq ki, Azərbaycan reallığını, Azərbaycandakı olan tolerantlığı eyni zamanda həm dünya xalqları görsün, eyni zamanda film nümayəndələri görsün. Film Azərbaycanın mədəni müxtəlifliyə verdiyi dəyəri və bu sahədə həyata keçirilən dövlət siyasətini bir daha ön plana çıxarır. Burada Arzu xanımın rolunu xüsusi vurğulamaq istəyirəm. Həm də Leyla xanım da bir çox mədəniyyət layihələrində öndə gedirlər. Yəni bir müəyyən qədər bir örnəyə çevrilirlər və bu örnək düşünürəm ki, başqa ölkələrdə də mənimsənilməlidir, əxs olunmalıdır. Bu yaxınlarda elə İran İslam Respublikasının prezidenti cənab Pezeşkiyanın qızı Zəhrə xanım da Azərbaycanda olmuşdu və o da bizim mədəniyyət ocaqlarını birgə... Rəqəmsal mühitdə uşaqların müdafiəsi, müasir alətlər və beynəlxalq əməkdaşlıq mövzusunda belə bir konfrans oldu. Bəli, o bu konfransda iştirak etmək üçün gəlmişdi və bu iştirak çərçivəsində müxtəlif mədəniyyət ocaqlarına səfər etdi. Beləcə, Həmid, mən bugün verilişdə nədən danışacaqdıqsa, söhbət edə səninlə anons etdik, amma bizim çox dəyərli bir qonağımız var, şair, publisist və Yazarlar Birliyinin katibi Səlim Babullaoğlu. Həm də tərcüməçidir, çox yaxşı tərcüməçidir. Bəli, bəli. Və o bizim söhbətlərimizi bayaqdan dinləyir, müşahidə edir. Mən istəyirəm artıq bizim müzakirə elədiyimiz bu mövzulara onun da fikrini öyrənək. Görək şair, yazıcı kənardan bu məsələlərə necə baxır? Səlim bəy, xoş gəlmişsiniz. Sağ olun, xoş gördük. Bizim mövzularla bağlı bu Zərdüşt təqvimi, sonra turizm bələdçiləri, mənə elə gəlir ki, bu mövzular da sizin üçün yaxın mövzulardır. Bu təqvim məsələsi ümumiyyətlə olduqca maraqlı bir məsələdir. Hətta təzə ilin əvvəlidir. Bunu bir lətifə yazma düşdü. Tel Avivdən təyyarə düşür Bakı hava limanına. Bir Bakılı gələn qonağı qarşılayır. Daha doğrusu bir nəfəri gözləyir. Görür ki, bir xanım çıxdı salondan. Deyir, siz Tel Avivdən gəlirsiniz. Qadın təsdiqləyir. Deyir, sizdə neçənci ildir? Deyir, 5374-cü il tutalım. Deyir, deməz siz 2025-ci ildə orada nə olmuşdu? İndi bu təqvimlər məsələsi maraqlıdır. Xüsusən fəlsəfəsi ilə. Çünki heç bir təqvim elə kiminsə arzusu ilə və yaxud belə deyək də elmi tədqiqatlar əsasında yaranmır. Bunun əsasında metafizik, ruhani mətləblər olur. İstəyir Yəhudi təqvimi olsun, istəyir Hicri təqvimi olsun, istəyir Zərdüştlük olsun. Bunlar ilk növbədə mahiyyət gətiriblər. Və sual olur, bu mahiyyətlər niyə gəlib? Yaxud belə deyək, dünyanın tarixi sanki sıfırlanıb, təzədən hesablama başlayıb. Yadınızdadır, biz uşaqlıqda dəftər alırdılar, bizə yazırdıq, doldururduq, səhv edirdik. Sonra istəmirdik o səhv elədiyimiz dəftərə yazaq, təzə bir dəftər alırdıq. Özümüzə söz verirdik ki, burada artıq səhvsiz yeni dəftərdən başlamaq. Təqvimlərdə mənə görə bəşəriyyətin yeni dəftərləri inamı ilə formalaşıb biraz da. Qaldı Zərdüştlük təqvimi, ümumiyyətlə istənilən təqvimlər, məsələn, indi bizim əlimizdə olan mövcud təqvimlərin ən qədimi, elə dedim, Yəhudi təqvimidir, sonra Zərdüştlükdir, 3786 il hesablanır, sonra miladi təqvimdir, 2026 il. Biz dediyi şəmsidir.
Zərdüşt təqvimi həm də şəmsi Günəş adlanır. təqvimidir. Bəli, Bəli, şəmsi. günəş təqvimidir. Hicri təqvimi ay təqvimidir. Amma onda Hicri qarışıq qəməri. Hicri qəməri. Hicri qəməri var. Deməli, Miladi təqvim xristianlığın tarixçəsindən bəlidir. bağlıdır. Bir də elə məncə Yəhudi təqvimində həm günəş, həm ay ilə bağlıdır. Amma Zərdüşt təqviminin maraqlı tərəfləri var. Əvvəl orada ayların günlər, ayın hər bir gününün adı var. Çox mükəmməl. Sonra orada Maraqlı. orada həftələr yoxdur. Həftələrdən bölgü yoxdur. Həmin bəraberdir 32 illik Qərinələr yəni. sikl 32 ildir, qərinələr var. Zərdüştlüyün əsas prinsipi doğru fikir, doğru söz və yaxşı əməldir. Bu İslamda da var. Mənim düşüncəmə görə bütün ruhani təlimlər əslində bir sözün, bir cümlənin hissələridir. Və sadəcə biz insanlar sonradan onlara müdaxilə etmişik, onları ilkin versiyadan uzaqlaşdırmışıq və çox yaxşı ki, bizə o təlimdən Novruz bayramı kimi gözəl bir bayram qalıb və mənə elə gəlir ki, Zərdüşt təliminin bizə, bütün dünyaya, bugün UNESCO-da artıq qeyd olunur Novruz bayramı. Görürsünüz, yeni gün deməkdir də. Yəni yeni gün, yeni ümid, torpağın, suyun, havanın dirçəlməsi demək. Ancaq biz yerdə məsələn turist bələdçiliyini eləyən Azərbaycanı xaricilərə tanıtdıran adamlar adətən Zərdüşt təqvimindən bax bu cür detallarla Onlar çox sadə şeyləri bilmirlər. Bu yalançı bələdçilik, yalançı şairlik, yalançı hər şeyin psevdosu var da Həmid bəy. Məsələn mən dəfələrlə Bakının küçələrində piyada gəzərkən Fuad Axundovun çox böyük maraqla ətrafında əcnəbilər mükəmməl ingiliscə və ya bəzən rusca Bakının tarixçəsini anlattığını şahid olmuşam və bundan qürur hissi keçirmişəm. Mən sizə deyim ki, həmin qrupda onun ətrafında toplaşanların demək olar ki, 80% elə yerli cəmaatdır. Yəni bizim özümüzə də maraqlıdır. Bəs epiqonçular şeiri necə? Yaxşı şeiri, epiqonçular yaxud sizə bir şey deyim. Korlayır, bələdçilər də baxıb Fuad Axundovun epiqonları yarandı. Mədəniyyət Nazirliyi və ya Turizm Agentliyi məhz bu istedadlı, bitkin, pişmiş, yetkin adamların pasportlaşdırmaq olar. Biz burada keçməliyik eyni halda estetik əməliyyatların sənətə təsiri mövzusuna. Biz adını estetik əməliyyatlar qoyuruq, amma indi müşahidə elədiyimiz hamısı çox qeyri-estetik mənzərələrdir. Sima dəyişdirir və onun təsdiqi seriallarda, bəli, adətən seriallar nəyə xidmət edir? Estetik əməliyyat nəticəsində simasını dəyişmiş, aktyor, aktrisa adını dəyişir, bayaq biz dedik, ulduz falını dəyişir, simasını da dəyişir və belə çıxır. Unifikasiya baş verir, simasızlıq əmələ gəlir. Aha, simasızlıq. Sima dəyişməyinlə əslində kütləvi simasızlıq əmələ gəlir. Yadımda da elə 25 il, 30 il əvvəl mən Konçalovskinin bir müsahibəsini oxumuşdum. Orada o 20-ci əsr kinematoqraf tarixində 3 mərhələ ayırmışdı. Demişdi ki, birinci mərhələ qəhrəmanlar mərhələsi idi. Yəni aktyorlar qəhrəman yaradırdılar, obrazlar yaradırdılar. Ki insanlar o qəhrəmanlara oxşamaq istəyirdilər. Amma indi Konçalovskinin bölgüsünə görə indi insanlar manikenlərə oxşamaq istəyirlər, simasızlaşırlar. Və özdə indi hər ikiniz yaxşı bilirsiniz ki, həyatın sənətə və təkrar təsiri var, sənətin də həyata təsiri var. İnsan daxilini islah eləmək əvəzinə xaricində islahat aparmaq istəyir ki, bu da tərs reaksiya verir. Və mütləq insanın daxili gözəlləşdikcə, inanın ki, mən bunu həyatda müşahidə eləmişəm, onun zahirində də yansıyır. Şəksiz. Hətta qırışlar şəklində olsa belə, o qırışlar pozitiv olur, nə bilim, gözəllik qatır onun gözəlliyinə, xüsusi qadınların... Baxın, indi Həmidin ya mənim saçımı qara rəngə boyasalar, nə qədər pis görünər, nə qədər eybəcərdir. Biz axı o saçları həyatımızdan qazanmışıq. Bizim danışdığımız mövzular ümumi belə baxanda, ümumiləşdirsək əgər, söhbət kütləvi mədəniyyətdən gedir. Yəni, mədəniyyət kütləviləşib artıq və bu çox qorxuludur. Burada sosial şəbəkələrin də rolu var. Elə kitab təqdimatları da kütləviləşib, sanki eyni ssenari ilə gedir, heç bir özəllik yoxdur. İnsanlar oxumadıqları kitabı gəlib orada təbrik eləyirlər. Nədən axı kitabın müzakirəsi olmasın, nəsə bir formatında dəyişiklik olmasın. Ümumiyyətlə, bax, siz dediniz, çox ümid yaratdı məndə. Siz dediniz ki,
həyatdan sənətə keçir, sənətdən də həyata keçir. Bu prosesi necə belə eləmək olar ki, sənətdən həyata keçid daha çox üstünlük yaratsın? Yəni biz sənətdən daha çox öyrənək. Hər kəs dünyanı xilas eləmək hüququna malik deyilsə də, özünü xilas etmə imkanını özündə saxlayır. Biz kütləvi mədəniyyətdən danışırıq, dəyərlərin kütləviləşdirilməsi və ucuzlaşdırılmasından danışırıq, amma bütün bu qov-qovda, qaça-qaçda hər halda əbədi və əzəli mövzulara da müraciət edən sənətçilər var. Mən Harmoniya filmi haqqında istəyirəm danışaq, çox qısaca da olsa. Harmoniya filmi Azərbaycanın doğrudan da ki, ən mühüm özəlliklərini vurğulayır. Tolerantlığımız da mən düşünürəm ki, bizim belə dəyərlərimizdəndir. Necə bilirsiniz? Bizim digər mədəniyyətlərə, digər insanlara, digər dinin nümayəndələrinə, konfessiyalara münasibətimiz həqiqətən çox dözümlüdür və çox şəfqətlidir. Bəli. Bir neçə il əvvəl Bakıda beynəlxalq kitab yarmarkası keçiriləndə elə yarmarkadaydım, telefonuma zəng gəldi. Məlum oldu ki, bu Gürcü naşiri var, Ketevan Kigoradze. O Bakıdadır, sərgidədir və mənə görüşmək istəyir. Mən də yoldaşımla idim, elə sərgidəcə görüşdük və sonra onu başladı Bakı şəhərini gəzdirməyə, göstərməyə və o çox istədi bulvara getsin. Çünki Bakı bulvarı məşhurdur. Getdi bulvara, elə bulvarla gəzəndə demək sahil metrosunun tuşu ilə bulvar istiqamətdə biraz səhv eləmirəmsə solda, sağda. Bu lövhələr var, portretlər var. Əli ilə göstərir, onu dedi ki, bu nədir? Dedim, yaxınlaşaq, baxaq. Mən özüm məlumat vermədim, bir görsün sonra. Yaxınlaşdıq, deməli o Azərbaycanda yaşayan etnik azlıqların portretləridir, bütün millətlərin. Bəli. Baxdı, diqqətlə bir xeyli baxdı, qayıtdı ki, bunların hamısı sizdə yaşayır. Dedim, hə, bizdə yaşayır, əlbəttə o yaşamasaydı bura vurulmaz. Özü səhv eləmirəmsə onu ya hansısa filmin fraqmentlərdir, ya bir fotoqraf rayon-rayon, kənd-kənd gəzib bunları çəkmişdi. Bu belə biraz hiss elədim ki, biraz sanki biraz şübhəli yanaşdı. Hətta belə bir cümlə işlətdi. Sən təsadüfən məni belə deyək də özününkiləşdirmək istəmirsən ki, yəni dedim, yox, mənim elə niyyətim yoxdur. Bura yaxınlaşmağı siz özünüz seçdiniz. Yəni demək istəyirəm ki, bizim xalq, millət, ümumiyyətlə bu Azərbaycanda hansı xalq diskriminasiya məruz qalır? Məsələn, mənim yadımda deyil. Biz ancaq bizə hücum olanda müdafiə olunmuşuq. Mənim hər halda başqa əsrlərdən danışmıram, amma son 250 il oxuduğumuz və son 53 ildə gördüyüm budur ki, bizdə heç bir millətə qarşı diskriminasiya olunur. Azərbaycanda yaşayan 3 fərqli dinə mənsub rəfiqənin həyat tərzini göstərən filmin çəkilməsi həm dürüstlük baxımından doğrudur, belədir. Eyni zamanda Azərbaycanı təbliğ eləmək və dünyada göstərmək baxımından da vacibdir. Bəli, bu da bizim bir brendimizdir. Tolerantlıq, birgə yaşayış və sonda bir məsələ haqqında da danışdıq. Bu yaxınlarda İran İslam Respublikası Prezidenti Pezeşkiyanın qızı Zəhra xanım Pezeşkiyan da Azərbaycana səfər etmişdi. Bu məsələnin bilirsiniz bir tərəfi mənim xüsusi diqqətimi cəlb elədi. Xanımın şeir söyləməyi. Bu Azərbaycanın təsiridir. Çünki bax bu şeir oxumaq Türkiyədə getmir, İranda getmir. Yox, Türkiyədə çox. Yox, bütün dünya xadimləri Azərbaycana gələndə bax doğrudan da şeir oxuyurlar. Cənab Erdoğan da oxuyur. Bilirlər ki, bizim ürəyimizə yol tapmağın ən qısa yolu şeir deməkdir. Milli lider də məsələn Səməd Runan necə şövqlə oxuyur Azərbaycan şeiri. Görünür müəyyən nəsil siyasətçilər, elə Türkiyənin prezidenti də, İranın indiki prezidenti də biraz da Heydər Əliyevdən bunu öyrəniblər. Bədii ədəbiyyat populyar olsa da, olmasa da son zamanlar. Amma bizim qəlbimizin açarı şeirdən keçirsə, demək ki, hər şey hələ itirilməyibdir.